Ya, Nanice, Eşidirəm gözümün ışığı. akşam yuxuma nurani bir kişi girmişti. Bilirsən də, yuxuda Nurani bir kişi. oğul uşağı deməkdir. İnşallah oğlumuz olacak. Adıyla Məhəmməd qoyarıq, ya da Əhməd. Ha? Əhməd, Hmm. bəlkə qız oldu. İndidən ad fikirləşirsən. Hiç öyle şey yoktur. Bizim neslimizde indiye kadar kız uşağı olmuyor. Vallahi. Ben de öyle atamın bir denesi olmuşam. Atam da atasının bir denesi olur. Ha, demeli atamın adı olub Məhəmməd, onun atasının adı olub Əhməd. Yaxşı ay Əhməd. Yaradan da, göndərən də Allahdır. O bizə nə pay versə, biz o paya şükür eləməliyik. Əlbət, orası elədir. Allah şəkk eləyən kafirdir. Verən doğdu, alan doğdu, şükür onun məsləhətinə. İndi qız verəndə neyniyəsik? Yaxşı, niyə oldu oturmusan? Ləzzət edir. Keçin havası, isti, vurur yavaş-yavaş, xoşal edir. Özdə fikir verirsən, hə? Odunlar da içərdə çırt yanır. Ləzzət edir. Gözümün Yavaş-yavaş aparır məni bir ki. Al bu yastığı. Yox, lazımdır. Al. Yaxşı. Rahat Day. deyəcəm. Çox sağ ol. Çox sağ ol, əziyyət çəkin. Ay. Gözümün ışığı biraz tələs. Görsən qonaq gəlir Əhməd. Yaxşı, qorxma. Qəlbə yuxular görürəm. Nə olur? Deyəsən, təsiqim qalxır. Axşamdan bəri gözlərimin çağırır, qorxuram. Qorxma. Belə vaxtda bəd şeylər haqqında fikirləşməzlər. Oğlumuz haqqında fikirləş. Ay. Nigar. Nigar. Ne olmuş sana? Hele bile evine bir alışırsın. Nigar. Ha. Hiss edirəm. Ne oldu? Ürəyimə damır. Ürəyimə damır ki, mən bu günləri bir də sevimli şəklimi heç vaxt görməyəcəm. Niye? Ne oldu bak? Bilmirəm. Bak kız. Əhməd, Ha. Ne oldu sana? xəyallar məni heç vaxt bu qədər uzaqlara aparmamışdı. Nədənsə toy gecəsi yerə düşüb sənə şam yadıma düşdü. Ay kız. Eşit. Yuxunu həmişə tərsinə yazarlar. Atalarımız da həmişə belə deyir. Biz onlardan çox bilirik. Bir də yaxşı, özü vəlalı. Qadınlar həmişə belədirlər. Hamilə vaxtı deyirlər ki, bir də hamilə olmayacağam, bir də uşağı istəmirəm. Amma elə ki, uşağı dünyaya gələr, əzəbəziyyət unudur, sonra deyir ki, ay aman yenə uşaqlar üstündə. Yaxşı, gəl görüm. Əhməd. Hə, Təcil yardım ya. hə, gedin. Yaxşı, Stres! yaxşı, Gözlə bilmirəm! yaxşı. Çoxdan bu böyle. Yaxşı, yaxşı. Təcil yaxşı oldu. Aferin. Sakin ol. Yaxşı, yaxşı, yavaş, yavaş. Allah'ın köməkliyi Nigar bacı artıq doğum evindədir. Hər şey yaxşı olar. İnşallah. Allah'ımız həmişə ürəyimizdə olub. Hə. Ya bütün bu neçə ildə heç vaxt uşağımızın olmadığını bir-birimizə irad tutmamışıq. Ama bir Allah hamd olsun
həmişə qulağımız səsli olur. Uşaq səsində. Uşaq səsi olmayan evdə bin bərəkətin dadı, tamı da olmur. Dünyada ən gözəl səs dünyaya təzəcə gələn körpənin səsi. İnşallah balaca qonaq gələr. Gecə saat 3-də 4-də səni yuxudan oyadar. Onda səndən soruşaram hansı səs daha xoşdur. Nigarın əri kimdir? Mənə Adınız nədir? Əhməd. Əhməd. Zəhmət olmasa yuxarı çıxın. Sizə olmaz. Bəli. Deyin görək Nigar əvvəllər də xəstəlik keçirib, təzyiqin aşağı-yuxarı qalxmasın deyə. Vallahi doktor, hərdən deyirdi ki, başım ağrıyır, gözüm ağrıyır. Hə, elə bura gələndə də deyirdi ki, gözlərim yaman bərk ağrıyır. Vəziyyətimiz bir o qədər də yaxşı deyil. Əgər cərrahi əməliyyat eləməsək, biz uşağı xilas edə bilmərik. Amma siz buna icazə verməsəz, biz Nigarı da itirmiş olur. Aha. Doktor. Doktor. Çalışın Nigarı xilas edin. Yaxşı. Yaxşı. Sağ olun. Həkim. Həkim. İşıqları yandırın. Niyə belə qaranlıqdır? Toxta qızım, hər şey yaxşı olacaq. Zəng vurun həkimlər konsiliuma yığışsınlar. Həkim, deyin görün nə oldu? Arvadı da xilas elədiyi uşağı da. Amma Nə amma? südürlər... Amma nədir? Düzünü deməyə ürəyim gəlmir. Və deyirsiniz, arvad da sağdı, uşaq da sağdı. Ona söz yoxdur. Lakin təzyiq yüksək olduğundan gözlərinə vurub. Arvadınızın gözləri görmür. Nə dediniz? Siz nə dediniz? Ay Allah. Ay Allah. Evim yıkıldı ki. Baxın, hazırda mütəxəssislər konsiliuma yığışıblar. Görək, arvadınızın gözləri üçün əlac olacaqmı? Ay Allah. Ay Allah, görməm başıma ne geldi. Evim yıkıldı. Həkim. Həkim, sizə xahiş edirəm, yalvarıram siz. Nə deyirsiniz, eləyərəm. Laf lazım olsa evimi satıb borcunu ödəyərəm. Baxın, indi əvəz çıxmaqdan, borc ödəməkdən keçib. Görək həkimlər nə rəy verəcəklər.
Hay Allah. Demek diğer her şeyi bilirmiş. Ona göre de güllerine vedalaşırmış. Koşa şeklimize baktı. Ah, ahırımızı defa üzün sene tuttu hay Allah. Arzusu isteği nerede bilmirəm ama ahırımızı defa olsun sene üzün tuttu. Nigar, kızım özünü korkutma. Doğuştan sonra böyle hallar olur. Böyle ona göre de biz buraya yürüşmüşük. Peki, siz ne deyirsiniz? Meğer mən körəm. Nigar bala, doğuş her daha rahatçılıkla geçmir. O her insanda bir cür fesad verir. Kör olanı, öleni, şikəst kalanı da olur. Dincəlməlisən, yaraların sağalmalıdır. Sonra müalicə ilə məşğul olarıq. Yaxşı? Müalicəsi olur. Bəxtin orada gətirib ki, həm səni, həm də uşağı xilas edə bildik. Yəni o cür gərginliklə, təzyiqin o formada yüksəlişi ilə hər qadın doğuşdan salamat qala bilmir. Allah Taala səni dünyaya qaytardı, evladını da sənə bəxş elədi. Eşitdində professor nə dedi? Heç bir gərginliyə əsas yoxdur, yaxşımı? Tamam doğrudur. Yaxşı. Deyirsiniz uşaq sağdır. Bəs hanı o? Bəlkə məni dilə tutursunuz ki, sakitləşin. Niyə gətirmişsiniz? Yəqin indi o hacda. Ana süd istəyir. Narahat olma. İndi gətirərlər. Darıxma. Yəqin körpəni verəməyəm. Özü necə hiss edirsən? Bədənində ağrı yoxdur ki? Yaran incidir. Sağ olun həkim, zəhmət çəkdiniz. Allah əziyyətinizi itirməsin. Ürəyin yaxşı döyünür, nəbzin də yaxşıdır. Elə bir bu fəlakətlərin hamısı uşağın dünyaya gəlməsi ilə bağlıydı. İnşallah gözlərin açılır. Sağ olun. Qayğıya görə minnətdaram hamınıza. Ehtiyatlı olun. Körpə balam, qəşəng balam, böyüyərsən əziz balam, əllərimdən tutarsan, gəzdirərsən bağ-bağçanı, ağaclara, güllərə su verərsən. Şirin nağıllar söyləyərəm balama. Bacı, deyəsən gəldiniz uşağı aparmağa. Olmaz ki, körpə biraz da qalsın yanımda. Niye olmur ki? Tek size hoş olsun. Onda ben gedim, birazdan gelirim. Minnətdaram ey böyük tanrım. Balamdan ayıra bilərdi. Ayırmadı. Öldürə bilərdi. Etmədi. Can. Bunun üçün sənə şükür edirəm. Şükür sənin böyüklüyünə. Bacı, uşaq ağlayır, aparmaq olar. Yəqin birazdan yenə gətirərsiniz. Gözünüz üstündə olsun. Yaxşı. Zəhmət olmasa, baxın görün rəngi necədir. Ağdır yoxsa qara.
Uşaq ağdır, kökdür. 5 kiloqramdan artıq çəkisi var. Gözlərinin rəngini isə 1 yaşından bilmək olur. Atası Əhməd oxşayır. Elə o da ağdır. Birazdan yenə gətirərsiniz. Qarasır. Salam. Həm həyat yoldaşımın aqibətiniz nə olacaq? Oğlum bu talih yazısıdır. O ne benim ne de senin gücün daxilində değil. Elimizden ne gelirse eləmişik. Hele ne yaxşı ki gözleri hədəqəsindən çıxmayıb. Psixi xəstəlik tapmayıb. Biraz keçər, yoxlayarıq. Bəlkə gözlərinin birini işıqlayarıq. Hə? Əhməd, güllərə su vermisən. Əlbəttə söyləmiş. Onların içində indi təzə bir qızıl gül boy atıb böyüyüb. Elə lap Həsən ağa boydadır. Həsən ağa? Niyə Həsən ağa? Sən ki başqa fikirləşmişdin. Nə bilim valla birdən elə dilimə Həsən ağa gəldi. İndi dilimə gəldi, qoy elə adı Həsən ağa olsun da. Onsuz da Bakı kəndlərində hamının adı qoşu olur. Elə mənə də hərdən Əhməd yerin Əhməd ağa deyirlər. Qoy Həsən ağa olsun adı. Adıyla böyüsün, hə? Sağ olun, sağ olun. Şambel ellərini hara yığırsan? O da orada, sandığın yanında. Bax, Nigar onları səliqə sahmandan yığıb. Dağırıb eləməyəsən ha. Sən də söz danışdın da ay Əhməd. Hə, nədir? Arvadın üstüne niye kışkırsın? Rəhim, sən bizim işimizə qarışma. Şunu salma. Özünə əl al. Allah'ına şükür elə. Həmişə pisi fikirləş. Uşağın ya arvadın tələf olsaydı, bəs onda nə edərdin, ha? Sağlam ol balaca. Nigar, biz işi yoluna qoyarıq. Sən uşağı yedizlə. Hə, heç darıxıb eləmə. Sənin bacın yaxşıca südü də qaynadıb, yəqin indi qaymağı da üstündədir. Gəl gedək, gətirək. Yaxşı. Gəl sənəm, gəl. Haydi. Birazdan gəl. Sağ olun, Allah razı olsun. Sağ ol. Sağ olun. Lay lay dedim yatasın kızım güle batasın. Oğlum. Oğlum. Qoy bu Quran sənin himayədarın olsun. Hə. Allah Səni ağzından qorusun. eşitsin. Yaşanan her ömür canlı bir kitap. Səhvəsi ya sevinç ya da ki izdırap. Zulmette geçirsen de sirli bir hayat. Tanrı'ya sen üzden der ünsiyet yarat. Zulmette
Geçirsen de sirli bir hayat Tanrı'ya sen üzden der ünsiyet yarat Dağılan ne varsa yine Tanrı gurur Nurlu sabahlara yardımcı olur Ondadır əzəmət, ondadır qüdrət, ondadır qürur Hər kəsin ürəyi Allahla vurur Hər kəsin ürəyi Allahla vurur Dağılan nə varsa yine Tanrı gurur Nurlu sabahlara yardımcı olur Ondadır əzəmət, ondadır qüdrət, ondadır qürur Hər kəsin ürəyi Allahla vurur Əhməd, Hə, uşaq hara getdi? uşaq? Allah sen saxla. Yavrum sen özün kömək ol. Allah sen saxla. Ay bala. Həsən. Ne gel? Dur. Dur gel bak. Gel. Əhməd, Ha, gəl isti çay. geleceğim. Bu işi bitireyim. Başını kıvır, başını. Bırakalım. Əhməd, ne oldu? Geç. Ne oldu? Heç nə. Elə bir nəsə bir bəladan qurtardı. Yaxşı, bəs. Durun ayağa. Durun. Durun gedək buradan. Gel uşağım mənə. Gel görüm. Gel Hakan. Hı. Gel. Ay çekiler yuhu kimi yar Bir ofçunun ohu kimi yar Hamı değer, hamı güler Çuhu kimi Mən gülmərəm çoxu kimi, çoxu Bacı, yaxşı səsin var. Vaxtım üstünə düşsəydi, indi məşhur müğənni olardım. Sən də söz tapdın da sən.
Deyirsən kişi bu kör vaxtında avrumu versin ətəyinə. Hələ qohum əqrabamı demirəm. Onun nə dəxli var? O deyir anda bir müğənni var. Gözləri görmür. Amma nə olsun, oxuyanda adam hayıl-mayıl olur. Bəs day sənə, görmən işə sala bilirsən. Nigar, yaxşı yadıma düşdü. 2 məhəllə o yana, deyirlər şəhərdən bir qadın gəlib qohumları gilə. Noxudla, təsbihlə hər şeyi düz deyir. Deyirəm, bəlkə bir özünə baxdırasan, hə? Sən nə danışırsan Aysən? Uşaq dərsdədir, birdən tez gəldi. Ya da Əhməd narahat olur. Bilirsən, son vaxtlar ürəyi bir tər olub. O gün biçinə getmişdi. Bilmirəm, nədənsə tez qayıtdı. Ay qız hardan biləcək? Əhməd səhər gedir, axşam 12-də gəlir. Xəlvət gedərik. Onun üçün biraz gəzərsən, ayaqların açılır. Həm də ki, görək gözünün açılmasına ümid varmı? Yaralı yerimə tutulur. Nigar, ay Nigar. Evdə kim var? Aş pişirmişəm. Mən daş dəmləmişəm, ay Səma. Özü də südlü plov. İstəyirsən, sən gəl bizə. Sənəm də bizdədir. Yaxşı, yaxşı, gəlirəm. Nigar, qutab gətirmişəm sənə. Həyətin göyərtisindən isti-isti. Gəl, adama birini yeyək. Çox sağ ol, Aysən. Soyuducuda qatıq var. İstəsən, sarımsaq qazıb tökərsən içinə. Ay qız, sarımsağı neynirsən, eylənə. Eşitməmsən, kəndə falçı gəlir. Deyirlər, noxudla, təsbihlə, hər şeyi düz deyir. Hə, eşitmişəm, yanında da olmuşam. Hər şeyi elə düz deyir ki, elə bir səylə doğulub. Ay qız xatalı şey demədi. Yox, ay qız sevgilimin olduğunu da dedi. Onun üçün getmişdin ki, sevgilinin adını desin. Az məyər adını özün bilmirdin. Hə, Nigar, nə deyirsən? 5 dəqiqəlik yoldur. Allaha şükür, ay qız, nədən ehtiyat eləyirsən? Gəlin üçümüz gedək, həm mən də gedim. Sən niyə? Üçümüz bir yerdə getsək, heç kim şübhələnməz. Nigar, özün bilirsən ki, nə mən, nə də Səma. Söz gəzdirən deyilik. Söz gəzdirib kimə nə eləyəcəksən? Hə. Ancaq öz başıma cəncəl açacaqsan. Deyirsən. İndiyə nə qədər dedikodu eləyənlərin hansının axırı xeyirli olub ki? Ya saçın kimin səninə keçəcək, ya da başını yolub buraxacaqlar. Yaxşı qızlar, siz qutab yenə ki, mən əlimi dəyişim gəl. Hə, yaxşı, tez elə biraz. Görüb oldu. Eşit. Əcəb dadlıdır. Gəl gedək görək. Gəl. Hoş gelmişsiniz bizim həyətə. Keç içəri. Az hoş gəlmisən. Nə dersən, nə var? Nə yoxsa? Keçin otur, keçin. Lalə! Lalə, gəl bura. Bir də xoş gəlmişsiniz. Çox sağ ol Aydın, çox sağ ol. Lalə, ay canı yanmış. Neçə yaşın var sənin? Maşallah. Qəşəkdir, hə? Gözəl qızdır, Allah saxlasın. Lalənin 10 yaşı var, bacısının 17. Hə? Allah saxlasın. Xalıya denən hazırlaşsın, yaxşı qız. Bir dəqiqə başsın. Ay qız deyir 17 yaşı var, lap elə vaxtıdır. Ancaq Əhməd heç vaxt razı olmaz ki, Yusiflə qudu olsun. O iynə vurandan, piyanskalardan həmişə uzaq gəlsin. Aysən, iynə ilə yaşayan kişilərə bir bax. Bəxtlərinə həmişə gözəl görəcəklər qismət olur. Yazıq hər kişini dolanca görməmiş, bir də görürsən, 5 il, 10 il iç alıb gedir. Düz deyirsən, bu deyil Səmanın əri, 3 ildir yatır. Son vaxtlar bədənində salamat yer tapılmırdı. Qonşu balağaya da skorpulmuş gəlmişdi. Damarını tapa bilmədilər, kişi yerindəcə keçindi. Düz deyirsən ay Səma. O gün Nazilliyə şəhərdən elçi gəlmişdi. Qarşılayan tapılmadı. Bilirsən də, atası narkoman, özü xəstə, qardaşı da ki paraliz. Qonşu keçdi elçilərlə söhbətə, aldı. Yaranı təzələmə. Bu arağa, tiryəkə qurşananlar heç ev eşiyi fikirləşmirlər ki. Elə ki tutuldular, o saat xəbər göndərirlər ki, filan kəsə biraz pul ver, içəri biraz şey keçirsin.
Deyirlər, şəhərdən bir falçı gəlib, hə? Düz deyirlər. Falçı. Hə. Falçıdır. Bacımdır. Yaxşı. Kəndin havası düşməyib, davlenisi biraz aşağı düşüb. Həkim yanındadır. Allah şəfa versin. Sağ durun gedin. Hara gedirsiniz? Gəlin gecə içəri. Özünə gəlmiş olar. Gəl gedək, yəqin baxar. Aydan, özün apar. Onun söhbətini biz niyə bilək ki? Qoy öz sözü özündə qalsın. Hə, nə olar? Gəl, gəl Nigar, gəl, gəl bacım. Yavaş, yavaş, yavaş. Gülər! Ay Gülər! Hə? Yaxın gəl qadına. Nə olub? Gülər! Nigar'a bax gör göz açılacaq. Nə olar? Keç əyləş. Gəl, 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 gəl. Gəl, gəl. Dön, dön. Yavaş. Otur, otur. Əyləş. Ay, sağ ol. Adın Nigar'dır, hə? Hə. Əlini qoyun oxudun üstə. Bir uşağım var. Doğanda göz bitirmisən. Uzun malıca almısan. Malıca eləyən həkim gözünün operasiyasına bir gün qalmış, xaricə köçüb. Düzdür. Sözünüz həqiqətdir. Başına çarə yoxdur. Axırda olsa deməliyəm. Çoxlu göz yaşı görürəm. Demə. Demə, demə, demə. Qoy desin. Görün gözdən ağır nə dərd ola bilər. Onsuz da dünya işığına həsrət. Bəlkə deməyim. Sözü uclamısan, axıra çatdır. Yaxşı. Elə isə qulaq as. Təsbih də, noxud da sənin taleyini qaranlıq göstərir. Toy gecəsi şam yerə düşüb sönüb. Eləmi? Elədir. Bax o, göz işığının getməsi deməkdir. Taleyində iki qaranlıq yol var. Ən ağır dərdin odur ki, bircə balan gürzə əlində öləcək. 2 qəbirstanlıqda dəfn olunacaq. Bunların hamısı olacaq. Özündəki ağır xəstəliklərdən uzaq deyilsən. Bir də ki... Ay, ona nə oldu? Nigar, Nigar! Gülər, sən neynədin? Ay Allah evinisin, gün-gün söhbət eləyə bilməzdin. Lalə, Lalə, su! Lalə! Lalə, naşatır spirtini də gətir ginən. Oy, Nigar, Nigar! Mən demək istəmirdim, özü məni məcbur elədir. Lalə qızım, ay Allah evini tiksin. Sən Allahsan, peyğəmbərsən, sən nəsən? Git bala, sən git, sən git. Görməsin uşaq, özünə gəl. Özünə gəl, Nigar, Nigar! Sağ ol Gülər bacı. Sən Allah bağışlayın. Görünür mənim taleyim beləymiş. Sizə əziyyət verdim. Yox. Qoy mən gedim. Sizə bir əngəl yaratmayayım. Həy. Yola sal onu. Gəl yola sal. Gəl.
Heç bilirsiniz, falçı mənə nə dedi? Nə dedi? Nə dedi? Dedi, yeganə oğlun Gürsəlində öləcək. 2 qəbirstanlıqda bastıracaqlar. Ay Allah, mən bu dərdə dözə bilmərəm. Ay qız boş şeydir. Haçandan təsbih çevirənin. Fala baxanın sözü düz oldu, hə? Günahların hamısı məndədir. Hardan düşdü yadıma axı bu falçı? Heç olmasa sən qoymuyorsun. Ay qız, hər ikimizdə günah var. Allah özü keçsin günahımızdan. Yaxşı Nigar. Yaxşı, özünə əl al. Nigar, haradasan belə? Uşaq da elə məktəbdən gəlib çıxmayıb. Nədir? Qoy. Səma bacı, Hasanım, nə olub buna belə? Falçıdaydıq. Deyir uşaq Gürzəlində ölməlidir. Allah sağıl versin. Güzəlimdə ölməli. Ölməlidir, ölmədi. Allahın Quranı kömək elədi. Necə Əhməd? Necə? Çöldən niyə tez qayıtdıq bəs? Kirpi çıxdı Gürzənin qabağına, mən də özümü yetirdim, böldüm onu 2 yerə. Gördün ay Nigar, boş şeydir. Hər şey təsbihlə həll olunsaydı, Nikolayı yıxmazdılar. Elə təsbihlə qoruyardılar da onu. Hər şey Allahın əlindədir. Əhməd qardaş, bütün günahlar məndədir. Mən gərək... Sən neyniyəsən? Bəyəm sən qəsdən aparmışdın. İndi işdə olub da. Hər ikimizdə günah var. Allah özü günahımızdan keçsin. Keçin içəri, keç. Gəlin bir çay için. Hayır, gelin. Gelin eve, mənim də bir işim var, gəlirəm. Buyurun. Sağ olun. Oturun. Siz de yerleşin. Müalicə həkiminiz olubmu? Bəli, olub. Amma bəxtimizdən xarici köçdü. Çox iyi. Çənənizi qoyun. Danışmalısınız doktor. Moskva məsləhətdir. Orada yaxşı göz həkimləri var. Elə bu ümidə görə sağ olun doktor. Ən vacibi yazılmış talih deyil. İnsanın o talihi necə qəbul etməsidir. Şükür. Əhmədim, Həsən ağam var. Onlar elə mənim gözümün işığıdır. Sağ olun. Sağ olun. Bir dəqiqə qalın. Əyləşin zəhmət. Üzr istəyirəm, adınız necə oldu? Əhməd. Əhməd, mənə elə gəlir ki, sən məni daha yaxşı anlayarsan. Xəstənin hər iki gözü qulaqı olmalı.
Bu da göz sinirinin atrofiyası. Bir də gözə qara suyun gəlməsidir. Buna da hələ çarə yoxdur. Başa düşürəm, doktor. Əslində heç bunları mənə izah eləməyə ehtiyac da yoxdur. Mən elə sizin davranışınızdan, münasibətinizdən hiss elədim. Hiss elədim ki, Nigarım ömrü boyu zülmətdə yaşayacaq. Keçmiş olsun. Professorumuz cavan olmağına baxmayaraq, çox savadlı cərrahdır. Əgər bu məsuliyyəti öz üzərinə götürərsə... Ürək dirək vermin həkim. Bilirəm, ümidim itdi. Əhməd nə çox qaldı içəridə. Uşağı qonşunun yanında qoymuşam. Allah sağlamsın, neçə yaşı var? 8. Həsən ağa çox sakitdir. Çox vaxt məni o gəzdirir. Yəqin indi yolumu gözləyir. O ki qaldı həyata. Həyat onsuz da çox qısadır. Səbrin qarşısında itaətkar olmalıyıq. Elədir. Həyatın kim çətin imtahanlarından cavanlıqda keçərsə, qocalıqda da bir o qədər rahat yaşar. Ailənin gücü elə onun şirinliyindədir. Allah biləməzlər. Sağ ol. Nigar xanım, heç narahat olmayın. Hər şey yaxşı olacaq. Sağ olun həkim. Xudafiz, xoşbəxt olun. Sağ olun. Sağ olun. Ana, Əhməd əminlə Nigar xala gəldilər. Ay, salam əleykum, salam əleykum. Nətərsiz bala? Sağ olun, çox sağ olun. Siz necəsiniz? Sağ ol. Sən çox yaxşı oğlansan. Amma Rəhim kişinin ümidini doğrultmadı. İnstituta girə bilmədin ha bu il. İnşallah əskərlik xidmətindən sonra qəbul olaram. Əlbəttə, əlbəttə. Keçərsən o kişilik məktəbin, ondan sonra da qəbul olarsan instituta. İnşallah. Sən nətərsən? Yaxşıyam. Hə. Ana, nə oldu? Ata, doktor əmi nə dedi? Doktor əmi dedi ki, hər şey yaxşı olacaq, hanımın gözləri açılacaq. Hər şey yaxşıdır oğlum, anan görəcək. Yaxşı, yaxşı. Yaxşı oldu. Gəl gedin. Ana o çox incitmə, yoldan gəlib yorulur. Atam düzləyir. Qoy anan dincəlsin. Sənəm xala, anam niyə ağlayır? Oğlum, anan sevincindən ağlayır. Çünki çəkdiyi dərd köhnəlir. Eşitməmsən? Xeyirlə şər qoşu olduğu kimi, sevinclə kədər də qoşadır. Əhməd, inşallah Həsən ağanın ad günündə ən yaxşı paltarını geyəcəm. İnşallah. Çalışacağım hamıdan yaraşıqlı görünəm. Ay qız, sənə nə olub Allah aşkına? Vallahi sənin tayların içəri də getməyib. Sənəm bacı, Hə. sən yenə başladın? Düz demirəm. Yenə başladın bu yaş zəhrimarı araya salmağa da, hə? Ay Əhməd qardaş, Hə. eşitməmsən ki, cavana gedən yumruq yiyə. Və qolcuya gedən. Sənəm xala, heç vaxt atam anamı incitməyib. O xəlvətə çəkilib bağlayıb. Qırışma.
Mən sənə deməmişəm ki, adam yediyi ilə gördüyün deməz. Hatta sana nə öyrədib, ha? Yaxşı, yaxşı, uşağı incitməyin. Qəşəng çay dəmləmişəm. Özü də samavar çayı. Qızılgül suyu da yanında. Hə, sənə əvəzin yoxdur da sənin. Bir dənəsən valla. Amma yaxşı ki, qismətimə nigar düşüb. Mən heç bilmirəm ki, əgər o olmasaydı, mən necə yaşayardım. Əhməd, mən sənə getməyimə peşman deyiləm. Həyatımdan çox razıyam. Ata, mən də çay içmək istəyirəm. Çay içmək istəyirsən? İşdə. Hə, sənəm o çayından ver görək. Görək necə çay dəmləmişsən. Ala gözlərinin bəbəklərində sevgi ateşini sönən görürəm zərif kipriyini titrəyişində məhəbbət yolunda nələr görürəm ala gözlərini bəbəklərində sevgi ateşini sönən görürəm zərif kipriyini titrəyişində məhəbbət yolunda kədər görürəm mehri məhəbbətim nə oldu sənə qara buludlarla yoxsa görüşdün solğun yanağınla dərd verdin mənə həzri küləyilə yoxsa öpüşdün Sevgilim bil ki sen deniz coşanda seven könüllerde kin gazep olur dağlar sahili sığalayanda ürek sakitleşir barışık olur Sevgilim bil ki sen deniz coşanda seven könüllerde gazep olur dağlar sahili sığalayanda ürek sakitleşir barışık olur mehri məhəbbətim nə oldu sənə qara buludlarla yoxsa görüşdün solğun yanağınla dərd verdin mənə həzri küləyilə yoxsa öpüşdün